Bugün biz harmoniyadan tonika subdominanta ve tonika dominanta birleşmelerini keçəcəyik. Üç səslilər iki üsulla birləşir. Biri harmonikdir, biri melodik. Hərəsinin öz qaydası var. Harmonik birləşmə tonika subdominanta və tonika dominanta eyni ilə tərsi ST, DT. Bu şəkildə onlar birləşirlər. Harmonik üsulu izah edirəm. Birinci. Harmonik birləşmə. Tutaq ki, bu do majordur. Burada qayda nədir? Burada qayda ondan ibarətdir ki, harmonik birləşmə zamanı tonika subdominanta birləşməsindən gedir söhbət. Bas səsi hər iki istiqamətdə hərəkət edə bilər. Yəni, subdominantanın bası tonikanın basından aşağıda və ya yuxarıda ola bilər. Onu heç bir, yəni o vəziyyətə uyğun olaraq dəyişə bilir. Daha sonra onların arasında bir ortaq səs olur. O ortaq səs yerində qalmalıdır. Qayda budur. Daha sonra birinci tonika və gəlirsə, sonra subdominanta gəlirsə, tonikanın səsləri, o yerdə qalan səslər bir pillə yuxarı hərəkət edir. Əgər ki, birinci subdominanta gəlirsə, sonra tonika gəlirsə, əksinə subdominantanın pillələri bir pillə aşağı tonikanın pillələrinə doğru hərəkət edir. Belə. İndi yazaq göstərək də indi bunu. Hamısında yazacağım da sıx gen, nə bilim, hamısında. Bu tonikanın sıx düzülüşüdür. Tonika S1. Yəni sıx düzülüş prima. Burada nədir qaydamız? İndi do majorda fa subdominantadır. Yazırıq. Ortaq səsi tapırıq. Do. Digər səslərdə bir pillə yuxarı mi, fa'ya gedir. Sol, la'ya gedir. Bu oldu TS birləşməsi. Daha sonra yazırıq. Do, sol, do, mi. Bu oldu tonika sıx düzülüş tersiya. Yenə yazırıq. Burada yazaq. Harada yazaq? Burada yazaq. Fa. Bası yazırıq. Bası burada da yazmaq olardı. Do, ortaq səs qalır. Sol, la'ya, mi də fa'ya gedir. Bunu da bağlayırıq. S birləşməsidir. Bu da S birləşməsidir. Daha sonra yazırıq do, do, mi, sol, fa, ortaq səs do qalır, fa, la. Bu da belə. Əli yazdım. Bu da oldu tonika sıx düzülüş. Kvinta, bu da S. Belə. İndi biz gen düzülüşü yazaq. Do, sol, mi, do. Yenə belə yazaq. Necə yazaq? Fa'nı aşağıda yazaq. Fa, do'nu yazırıq burada. Sol getdi la'ya, mi də getdi fa'ya. Fa, la, fa, do. Bu kvinta vəziyyətinə düşdü deyəsən. Tonika, gen düzülüş, prima və subdominant. Daha sonra do, do, sol, mi. Yazdıq mı? Daha sonra fa'nı yuxarıda yazıram bir dəfə, çünki məsafə çox olur. Fa, do, sol, la'ya getdi, mi də fa'ya getdi. Tonika, gen düzülüş, tersiya və subdominant. Do, mi, do, sol, fa,
mi fa'ya gedir. Fa fa do la. Bu da belə bir birləşmə. Da sol dominanta. Bu oldu. Bura qədər oldu. Sıx düzülüş. Bura qədər oldu. Gen düzülüş. Bu şəkildə. İndi dominanta yazaq. Harmonik birləşmə ilə. Daha çarı qeyd edək. Yadımızdan çıxmasın. Burada qayda nədir? Dominantla birləşəndə. Yenə də bası qeyd edirik. Yenə də ortaq səs qalır. Amma səslər bir pillə yuxarı yox, aşağı hərəkət edir. Yəni T, D-də. D, T-də tərsinə. Deməli, yazırıq. Do, mi, sol, do. Bu belə. İndi yazırıq, nə indirik? Basımız nədir burada? Soldur. Sol, ortaq səsimiz sol. Digər səslərdə bir pillə aşağı hərəkət edir. Sol, re, sol, si. Tonika, sıx düzüş, prima və dominanta. Daha sonra do, sol, do, mi. Sol, ortaq səs sol. Digər səslər bir pillə aşağı hərəkət edir. Böyle. Tonika, sıx düzüş, prima və dominanta. Do, do, mi, sol, 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 si, sol, si, re, sol. Sıx düzülüş. Ay, bu prima yazmışam burada. Quinta. Aha, sonra. İndi bunu gen düzülüşdə yazaq. Do, sol, mi, do. Deməli ki, burada solə qeyd edirik. Bas, ortaq səs, digərlərdə bir pillə aşağı. Tonika, gen düzülüş, prima, do, do, sol, mi. Sol, si. Sol, re. Do, mi, do, sol, sol, re, si, sol. Belə. Belə çəkim. Skran eləmək istəyən olsa. İndi izah edirəm melodik birləşməni. Melodik birləşmədə belədir ki, həm kvarta, kvinta münasibətli akordlar birləşir, həm də sekunda münasibətli akordlar. Yəni, bura daxildir, ST birləşmələri də aiddir. İndi tonika və subdominantanın melodik birləşməsini izah edirəm. Burada melodik birləşmədə biraz məsafə söhbətləri var deyə mən do'nu bir oktav aşağıdan götürürəm. Do, mi, sol, do. Deməli ki, burada məsələ nədən ibarətdir? Ümumiyyətlə, melodik birləşmədə qayda nədir? Üst səslər arasında burada ümumi səs olmur. Buradakı olurdu, saxlanılırdı, digərlərdə yuxarı və ya aşağı hərəkət edirdi. Burada elə bir şey yoxdur. Bütün səslər harasa hərəkət edir.
Amma bir qayda var ki, məsəl üçün bas aşağı hərəkət eləyəndə digər üç səs yuxarı hərəkət eləməlidir. Əgər bas yuxarı hərəkət edir, digər səslər aşağı hərəkət eləməlidir. Bunlar hamısı aşağı gəlməlidir. Yəni belə bir qayda var. Bir də ki, məsəl üçün tonika subdominanta birləşməsində səslər bir pillə subdominantanın pillələrinə doğru hərəkət edirdisə, yuxarıya doğru. İndi tərsinədir. Yəni TS birləşməsi, melodik birləşməsində səslər aşağı doğru hərəkət edəcək. Bas yuxarı, digər səslər aşağı. Bu şəkildə. İndi bu basını tapaq. Birinci biz yazaq fa. Fa oldu mu? Digərlər də hansı səsə yaxındır ora gəlir də. Məsəl üçün miyə do yaxındır. Fa, do. Burada fa, ləna fanı yazmaq. Fa, do da ləyə gəlir. Belə bir şey alınır. Subdominanta. İndi yazırıq do, sol, do, mi. İndi fa burada deməli ki aşağı gəlməlidir də bir. Fa yuxarı gedir. Sol fa'ya düşür, bu unisona düşür. Fa fa, bu la, bu da do. Tonika sıx düzülüş tersiya və bu neydi? Subdominant. Bu melodik birləşmə də. Melodik birləşmə. İndi yazırıq gen düzülüş. Evet, gen düzülüş nədir? Kvinta vəziyyətini. Sıx düzülüş, kvinta vəziyyəti. Bası yazırıq burada. Do düşür. Aşağı istiqamətdə hərəkət eləməlidir. Axı bunlar la'ya, mi düşür do'ya, da gedir fa. Hamısı hərəkət elədi. T, S, kvinta və S. Bu oldu TS, sıx düzülüşdə melodik birləşmə. İndi biz bunu gen düzülüşdə yazaq. Do, sol, mi, do. Fa, fa. Do, la. Tonika gen düzülüş prima və S. Belə oldu mu? Aha, deməli, do, sol. Do, do, sol, mi. Fa bas yuxarı, la, fa, do. Subdominantanın pillələrinə doğru hərəkət edir. Basa əks istiqamətdə. Do, mi, do, sol. Fa, do, la, fa. Aha. Da oldu tonika, gen düzülüş, kvinta və S. Yəni burada səslər aşağı hərəkət edirdi. Sıx düzülüş, harmonik birləşmədə yuxarı hərəkət edirdi TS birləşməsində. İndi aşağı hərəkət edir. Melodik birləşmədə tərsinə olur o vəziyyət. İndi dominant ilə birləşməsinə baxaq. Basa çevirmək yadımdan çıxır. Do, mi, sol, do. Burada nədir? Bas aşağı hərəkət edir. Səslər yuxarı hərəkət edir. Digərləri. Mi, sol, sol. Deməli ki, bu da sol. Sol, sol, si, re. Maraqlıdır. Tonika sıx düzülüş prima və dominanta. Do, sol, do, mi, sol, yuxarı getməlidir. Si, re, sol. Tersiya və dominanta. Do, do, mi, sol.
sol deməli ki, bunu biz burada yaza bilərik. Burada nə edirik biz? Burada do, do, sol, bir oktava məsafə ata bilərik. Re, sol, si. Belə də yaza bilərik. Biz sonra nə edə bilərik? Bu tonika, gen düzülüş, kvintanı. Do'nu unisonda yaza bilərik. Do'nu unisonda. Mi, sol. Məsəl üçün sol, re, sol, si. Belə də yaza bilərik. Bu da tonika, gen düzülüş, kvintadır. Prosto biz unisonda yazdıq da, yəni belə də yazmaq olur demək istəyirəm. Ay, bu sıx düzülüşdür, pardon. Deməli, oldu bu belə. İndi gen düzülüşü yazırıq. Do, sol, mi, do. Sol, si, sol, re. Belə. Do, do, sol, mi. Aha. Sol, re, si, sol. Bunu bir de yazın buradan. Do, do, sol, mi, sol, re, si, sol. Ben kameraya baxıram deyə mən çaşıram burada yazanda. Deməli ki, tonika, gen düzülüş, bu prima, bu tersiya vəziyyəti. Aha, indi yazırıq. Do, mi, do, sol. Bu do'nu biz yuxarıda da yaza bilərik. Do, do, mi. Bunu belə yazaq. Çünki belə. Do, mi, do, sol. Çünki bu aşağıda olmalıdır. Digərlər yuxarıda olmalıdır. Başa düşürsünüz? Do, mi. Deməli, sol, sol, si, re, si. Belə bir şey. Do, mi, do, sol, 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 re, si. Bu da tonika, gen düzülüş, kvinta və dominanta oldu. Bu bunun eynisidir. Notların içine girdi diye bu tərəfdən təzədən yazdım. Qarma qarışıq düşməsin deyə. İndi belə tuturam. Skrin eləsəz. İndi qayda nə oldu? Harmonik birləşmədə ortaq səs yerində qalır. Tonikadan subdominantaya keçəndə bir pillə subdominantanın pillələrinə doğru hərəkət edir. Dominanta üçün də harmonik birləşmədə eyni qayda keçərlidir. Hansı ki, ortaq səs qalır, o baxımdan deyirəm. Digər səslər isə bas xaric bir pillə aşağı hərəkət edir. Melodik birləşmədə isə deməli, ortaq səs saxlanılmır. Bası digər yuxarıdakı 3 səs basa əks hərəkət etməlidir. Yəni, yuxarı gedirsə digər 3 səs aşağı gəlməlidir. Aşağı düşürsə digər səslər yuxarı hərəkət eləməlidir. Bir də ki, harmonik birləşmə TS-TD birləşmələri üçün keçərlidir. Yəni, eyni zamanda tərsinə ST, DT. Melodik birləşmədə isə həm kvarta, kvinta münasibətli akordlar üçün keçərlidir, həm də subdominanta və dominanta birləşmələri üçün keçərlidir. Melodik birləşmədən söhbət gedir.